Bugün birlikte Gəncəyə Amma bu siqaret qabı deyil, bu qələm qabıdır. Ana baba üsulu ilə pul yığmaq xoşlayıram. Əşyalarımın yanında yoxlamışam. Bir uşaq üçün əslində bu çox çətin bir şeydir. Ən yaxın dostumla belə mən Gəncədə tanış olmuşam. Şəhəri dəyiş, şəhəri dəyiş, şəhəri dəyiş. Mağazanın hamısını alır. Yox, baba sağ ol. Bugün de birlikte Gəncəyə gedirik. Bugün birlikte Gəncəyə gedirik. Bugün birlikte Gəncəyə gedirik. Yəni sabah. Gəlin ilk öncə sizə hazırlaşma prosesimi danışım, sonra isə niyə Gəncəyə getdiyimi. Həmişə yanımda gezdirdiyim, amma atmadığım vitamin D. Nə düşündüyünüzü bilirəm, amma bu siqaret qabı deyil. Bu qələm qabıdır, dodaq qələmi qabı daha doğrusu. Mənim 17 yaşımdan bəri daim aldığım, onsuz yaşaya bilmədiyim çiyələk yağım, müəlliməmin mənə hədiyyə verdiyi çox xoş ətir. Öz ətrimi göstərməyəcəm ki, siz də almayasınız. Daxıldır. Mən ana baba üsulu ilə pul yığmaq xoşlayıram. Ona görə də daxıl saxlayıram. Hətta içinə qəpik belə atıram arada. Səhər açıldı və mən dünən o dərəcədə yorğun idim ki, elə əynimdəki paltarla əşyalarımın yanında yoxlamışam. Əslində sumkam belə görünməli idi. Sadəcə mənim nənəm Mamagil üçün qutab bişirdiyinə görə belə görünür və Olivia paketində də qutablar. Bu da mənəm biraz özümü adam vidinə salmışam və artıq sizə niyə Gəncəyə getdiyimi danışmağa hazıram. Mənim atam polis olduğu üçün mən Bakıda doğulmağıma və Bakıda həmişə evimiz olmağına baxmayaraq, Bakı ilə paralel başqa şəhərlərdə də yaşamışam və bu şəhərlərin içində ən uzun müddətli yaşadığım və ən çox məni bağlayan şeylər olan şəhər Gəncədir. Bakıdan başqa yaşadığım tək şəhər də Gəncə olmayıb, eyni zamanda Zaqatala, Salyan, Xaçmaz və s. bir çox yerlərdə yaşamışam. Bəlkə də qulağa gülməli gəlir, lakin bir uşaq üçün əslində bu çox çətin bir şeydir. Çünki getdiyim hər bölgələrdə mənim Bakı aksentimlə məzəllənirdilər, bullying yaşayırdım. Eyni zamanda da hər yerdə yeni olurdum. Yeni uşağa digər uşaqların necə davrandığını onsuz da azdan çoxdan hamımız bilirik. Lakin Gəncədə digər yerlərdən daha çox olduğuma görə artıq bir müddət sonra yeni uşaq yox, o uşaqlardan birinə dönüşdüm. Bəlkə də sadəcə mənə elə gəlirdi. Yəni deməyim odur ki, mənim artıq dostlarım yarandı, məni sevən insanlar yarandı. Artıq özümü başqa yerdəyəmmiş kimi hiss etməməyə başladım. Hətta indiki ən yaxın dostumla belə mən Gəncədə tanış olmuşam, halbuki özü Zaqatalalıdır. Mənim anam Bakı olmağına baxmayaraq Gəncəni o dərəcədə sevdi ki, bir müddət sonra Bakıya ümumiyyətlə az-az gəlməyə başladı. Daha çox vaxtını Gəncədə keçirməyə başladı. Mamam deyir ki, Gəncədə tapdığı huzuru heç bir şəhərdə tapmayıb. Mən Gəncəni sevirəm, amma Gəncəni Bakıdan daha çox sevdiyimi deyə bilmərəm. Çünki mənim üçün onların yeri fərqlidir. Gəncə huzurdur, bəli. Amma Bakı hərəkət və həyatdır. Ən azından mənim üçün. Ümumiyyətlə uşaqlıqdan bəri mən papamın işinə görə ən az 2 şəhər arasında qaldığıma görə, hətta bəzən elə dövrlər olurdu ki, 3 şəhər arasında yaşayırdıq. Mən belə həyat tərzində artıq özümü komfortlu hiss elədiyimin fərqinə vardım. Halbuki təbiət olaraq mən sevdiyim heç nədən bezən insan deyiləm. Hətta sevdiyim yeməyə hər gün, gündə 3 dəfə yesəm belə bezmirəm. Çünki sevdiyim heç nə məni yormur. İnsanlar da, yeməklər də, geyim də, heç nə. Lakin mövzu yaşamaq yerinə gəlib çatanda, bu mənim üçün dəyişir və bu dəyişkənliyi sevdiyim yeganə mövzudur mənim həyatımda. Dediyim kimi, uşaqlıqdan bəri o qədər öyrəşmişəm ki, ayrı şəhərlərdə yaşamağa. İndi də 2 ay, 3 ay bir şəhərdə qalanda mənə qəribə gəlir. 3-cü ayın ortalarında artıq beynim siqnal verməyə başlayır. Şəhəri dəyiş, şəhəri dəyiş, şəhəri dəyiş. Və əgər bir şəhərdə qalmağa davam eləyirəmsə, özümü çox pis hiss etməyə başlayıram və bu mənim psixoloji vəziyyətimə çox pis təsir edir. Fərqli şəhərlərdə yaşamaq mənə fərqli insanların fərqli müsbətləri və fərqli mənfi xüsusiyyətləri olduğunu öyrətdi. Bəlkə də bu dərəcədə yaxşı psixoloq olmağımın, özümü tərifləmək olmasın. Amma yaxşı psixoloq olmağımın və psixoloji bilgilərimin bu dərəcədə rahat inkişaf olunmasının səbəblərindən biri də mənim uşaqlıqdan bəri fərqli insanları görməyimdir. Düzdür, travmalarımın səbəbləri də budur, nəysə. Fərqli insanları görmək, fərqli insanlarla böyümək mənə insanları olduqları kimi qəbul etməyi öyrətdi. Və eyni zamanda mənə ona öyrətdi ki, yaxşı pis insan qavramı yoxdur. Yəni əlbəttə ki, bəzi insanlar var ki, onlar o dərəcədə pisdilər ki və ya o dərəcədə yaxşıdırlar ki, bütün normativlara əsasən yaxşı və ya pis adlandırmaq olur. Lakin bu insanlar çox azdır. Bu normativdə olan insanların içində yaxşı və pis çox nadir halda olur və bir insanı digəri ilə müqayisə etmək mənasız və məntiqsizdir. Çünki bir xüsusiyyətə əsasən onları qiymətləndirdikdə əgər biri yaxşı çıxırsa, digər xüsusiyyətə əsasən onları
onları qiymətləndirdikdə digəri yaxşı çıxır və bu həmişə belə olur. Ona görə insanları müqayisə etmək lazım deyil. Biri ilə ünsiyyətdə olduqda sadəcə həqiqətə gözü açıq şəkildə baxmalısınız. Özünüzü aldatmamalısınız. O insanın mənfisinə beyninizdə açıqlama tapmamalısınız. Sadəcə özünüzə belə bir sual verməlisiniz. Okey, bu adamın belə bir mənfi xüsusiyyəti var və əgər bu mənfi xüsusiyyətini ömrünün sonuna dək heç vaxt dəyişməsə, mən yenə də onu qəbul edə bilərəm, yoxsa yox? Əgər cavabınız hədirsə, demək ki, siz o insanın müsbətlərinə görə mənfisinə göz yuma bilirsiniz. Əgər göz yuma bilmirsinizsə, o insanı dəyişməyin. Sadəcə buraxın. Bu arada kamerama nəsə olub, bir dənə normal Gəncə stansiyası yazısını çəkə bilmədim. Kamera bugün nəsə zibil kimi çəkir. Mən yaxşı çəkmişəm, bax. Mən də pis düşürəm. Kameranı silmək gərək. Papa bizə maşında əyləncə yaşadır. Hə, Yaşar müəllim? Mamamın zakazlarını almaq üçün marketə gəlmişik. Bunları gözüm magazində çoxdan da dursun. Pilləşənin altına soxarlar deyəcək. Bəli, qəti şəkildə papa çiynini vurdu deyə yox, sadəcə pilləkənin altında onları qoyublar deyə açdı o şey. Mən həmişə sənə qulum. YouTube'a qoyacaq. Hə, indi sən mənə də görünmək istəyirsən. Telefon, duşes, armud. Sən hansını xoşlayırsan? Mən heç olsun. Yaşar müəllim, bura nəsə söz demək istəyirsiniz? Söz deyirəm, bax, post yeri bu mağazində. Bax, keçsən bax, mağazinin hamısını alır. Yox, papa, sağ ol. İndi yəni estetikanın esi olmayan liftimizi gözləyirik və... Salam Yaşar müəllim. Əleykum salam. Gəlmirdilər. Gəlmirsiniz məni qarşılamağa. Video çəkəcəkdim mən də. İt gəlişimə daha çox sevinib deyib, ortancıl uşaq triplərinə girmək istəyirdim, lakin evdəkilərin makyajsız olduqlarına görə kameraya görünmədiklərini öyrəndikdən sonra bunu deməyəcəm. Привет, Filoş, necəsən? Bir dənə sən məni qarşılamağa gəlirsən, mama gəlmir. Mama bəzənməyib, ona görə mamanı çəkməyəcəm. Ay canım, ay Filoş, gəl. Maçinkam. Filo ilə söhbət etdikdə sesimin bu dərəcədə iyrəncləşdiyinin indi fərqinə varıram. Nəysə, qulağınızı daha da kar etməyim. Sağ olun, salamat qalın və məni izləməyi unutmayın.